Portretin orta xəttini düzgün tapmaq üçün həmişə qaşın ortasına bax. Qaşın ortasında bizdə həmişə orta xətt yerləşir. Əgər başın forması biraz dəyişəcəksə, yəni 3-ün 4 olacaqsa, orta xətt öz istiqamətini dəyişir. Məsələn, qaşlar bizdə bu tərəflərdə olacaqsa, orta xətt gəlir bura. Bu 3-ün 4-ə baxışdır. Və tam yanla baxırsa, orta xətt avtomatik bu hissədə olacaq. Formalara keçməmişdən əvvəl həmişə bu xəttlərə böl üzü. Saç xətti, qaş xətti, göz xətti, burun xətti və dodaq xətti. Bunların arasında əslində məsafələr və ölçülər var. Amma o ölçüləri bilmirsənsə, təxmini onu nəzərə al ki, bir göz sifətdə 3 dəfə yerləşir. Bunun məsafəsi gəlir bura, eyni bu məsafə alınır və bunu götürüb bura çevirəndə eyni məsafə çıxır. Yəni 3 dəfə yerləşir. Amma ne standart ölçülərdə olur? Yəni bəzi insanların gözün arasındakı məsafəsi ya böyük olur, ya da balaca. Məsələn, standart ölçü ilə getsək, burun üzdə 3 dəfə yerləşir. Yəni saçdan qaşa qədər, qaşdan buruna qədər, burundan çənəyə qədər məsafə eyni olur.